Hər kəsə salamlayıram, əziz YouTube kanalımın takipçiləri. Mən Səxavət Əlizadə. Bu gün də sizlərlə yepyeni bir video ilə qarşınızdayıq. Cavanlar, sizlə bir dənə maarifləndirici video paylaşacağam və dünən başımıza gələn bir dənə hadisəni danışacağam ki, siz də belə şeylərə aldanmayın. Baxın, TikTok sosial platformasında bilirsiniz ki, Aspılmat, Manato, Kredit Argo və bir çox belə kredit təşkilatlarını ərsəyə gətirən hackerlar var. Necə? Məsəl üçün saxta sayt açırlar, Kredit Agro kimi, Aspılmat kimi saxta sayt açırlar və siz onlara məsəl üçün yazırsınız ki, mənə 1000 manatlıq kredit lazımdır. Sizdən telefon nömrəsi istəyirlər. Siz telefon nömrəsini onlara verəndən sonra sizlə görüntülü əlaqə saxlayırlar. Görüntülü əlaqə saxlayarkən sizdən şəxsiyyət vəsiqənizin filmini və kartınızın arxasındakı 16 rəqəmi istəyirlər. Heç arxasındakı cibini istəmirlər ha. Kartınızın 16 rəqəmini istəyirlər. Və sonradan hackerlar sizin görüntülü zəngdə kartınızın koduna və fin kodunuza baxaraq prosesə başlayırlar. Prosesə başlayanda da sizə deyirlər ki, məsəl üçün Kredit Agro olsun proqram. Girin buna 1000 AZN kredit götürün. Güya bunlar sizə 12 aylıq kredit verəcək. 12 aylıq kredit verəcək. Girirlər məsəl üçün Kredit Agroda 3 aylıq kredit verir. İndən yadınızda qalsın. Bunlar girirlər, sizdən Kredit Agroya siz girirsiniz daha doğrusu. 1000 AZN krediti basırsınız, kartınızın kodunu yazırsınız. Onlar da kartınızın kodunu görürlər axı. 1000 AZN krediti siz kartınıza yüklüyorsunuz. Çünki Kredit Agrodan sizə mesaj gəlir ki, 1000 AZN-ni sizə kredit yükləndi. Onlar kapital bank yox ha. Onlar risk sizin kartınızı bloka atırlar. Yəni heç cürə 1000 AZN-ni siz başqa karta eləyə-mirsiniz, atamırsınız. Sizdən istəyirlər ki, Kapital Bankın 196-ya, yəni 196 Kapital Bankın elə bir ki, operatorla bağlıdır. Sizdən istəyirlər ki, 196-nın operatoruna zəng eləyəsiniz, Kapitalın operatoruna. Siz Kapitalın operatoruna zəng eləyəndə onlar sizə başa salır ki, ay nə bilim belə eləyin, tora salırlar da daha sizi. Siz nə bilim onlara zəng eləyin, kartı blokdan açsınlar, deyin ki, mən özüm ödəniş eləmişəm. Siz zəng edirsiniz və deyirsiniz ki, mən güya da indi kartdan mən ödəniş eləmişəm. Onlar sizin kartınızı açırlar. Bu birisi hackerlar da, yəni dolandırıcılar. Onlar da zəhdə olurlar axı. Zəng vasitəsilə onlar eşidir ki, sizin kartınız blokdan açıldı. Sizin kartınızda onların kompüterində də axı bütün məlumatlar. Kart dalca blokdan açılan kimi 1000 AZN. Onlar öz kartına adaptasiya edirlər, yəni yükləyirlər. Yəni əziz xalq, əziz cəmaət, əziz yoldaşlarım, əziz takipçilərim, belə şeylərə aldanmayın. Yəni həqiqətən yalandır. Bax bir dəqiqə. Yəni mən özüm deyənmərəm, biz hal-hazırda 1000 manatlıq ziyandayıq. Dünən hackerların qurbanı olmuşuq. Yəni mən buradan sizə səslənirəm ki, elə şeylərə aldanmayın. Yəni Kredit Agrodur, Aspılmatdır, Manatodur. İnanın ki, bu kredit götürənlər bilər ki, Aspılmatla Manato 45 gün, Kredit Agro 3 ay, Payonics'dəki 21 günlük kredit verir. Mümkün deyil ki, kredit olmayan bank təşkilatı 12 aylıq kredit verər. Yəni ki, ABB'dir, Kapitaldır, 12 ay, 24 aylıq krediti zorla verir. Qaldı ki, Kredit Agro, Aspılmat və ya Manato verər. Yəni buradan sizə səslənirəm, əziz yoldaşlar. Əgər TikTokdan, Instagramdan, hər hansısa bir sosial saytdan sizə
mesaj gələrsə ki, Aspromatdan, Manato və ya Kredit Agro səhifəsindən sizə 12 aylıq kredit vermək istəyirik. Nə bilim 1000 azərə qədər, 5000 azərə qədər. Yəni o dəqiqə bloka salın. Həqiqətən deyirəm. Çünki dolandırıcıdırlar, hackerdılar. Yəni xarici nömrədən zəng eləyirlər deyə. Sizin onları yəni belə deyim, hər hansısa bir quruma, hər hansısa bir şeyə verməyə düzey ixtiyarınız çatır. Amma onların əlindən gələn heç nə də yoxdur. Çünki heç nə eləyə bilmirlər. Çünki belə deyim də, xarici nömrədir. Qısa konkret dostlar, yəni buradan əmilərimə, dayılarıma və məni izləyən bütün takipçilərimə səslənirəm ki, valideynləriniz də, özünüz də həkk olun ki, nə Kredit Agro, nə Aspromat, nə Manato, nə də Payoniks 12 aylıq krediti heç cürə vermir. Çünki TikTok vasitəsilə sizə elə yaxınlaşanlar hackerlardır və kompüter vasitəsilə sizin bütün bank məlumatlarınızı, qaleriyanızı, telefonda nə məlumatlarınız var, hamısını ələ keçirirlər və sizi hədələməyə başlayırlar. Yəni belə şeylərə inanmayın cavanlar. Sağ olun, var olun, izləmədə qalın.